İşe başlamamışdan qabaq, yəni çox maraqlı hadisələrlə, onsuz da bu psixoloji xəstəxanaya gedirəm, yük daşıyıram. Çox maraqlı hadisələrlə qarşılaşıram. O xəstəxanaya onsuz da disponent demişdi, yəni belə orada çox parapsixoloji hadisələr baş veribdi, belə olub, çox şeylər dedi mənə. Biraz da qorxutdu onsuz da məni və arxamca da polis gəlir. Yəni polis qoruması altında gedirəm, inşaat əşyaları. Yolda saxladım incə, yolda saxladım bir kofe alım, elə yoluma davam edeyim. Elə telefonla danışa-danışa bir dənəsi gəldi yanıma. Yəni bu da çox maraqlı hadisədir mənim üçün. Əlimardan Xankişiyan. Əlimardan Xankişiyan, Ermənistan vətəndaşı, erməni, türküymüş. Yəni orada Ermənistanda qalan türküymüş. Yəni Azərbaycanlı da yoxsa çünki özlərinə türk deyirlər, yəni şeydə. Həm də müsəlman imiş, şiə şeyində. Atasının adı Mərdandır. Özünün adı Əlimardan Xankişiyandır. Yəni Ermənistandan da indi harasından da bilmirəm. Dilimizcə danışır, bizim dildə danışır. Biraz bu bizim ləhcəmiz var, bu Qərb Azərbaycanlıların ləhcəsi var. Bu köçbək ləhcəsi deyirik, yavud ləhcəsi. Elə onun kimi bir ləhcə ilə danışdı. Bizim video çəkməyə artıq şey eləmədik, dedi belə də. Danışmadı, video çəkmədim. Bizim ləhcə ilə danışır. Azərbaycan dilində danışır, bizim ləhcə ilə danışır. Atasının atası da yəni orada Ermənistan, erməniyəm deyir özünə, erməni türkiyəm. Yəni bu nətər olur? Müsəlmandırlar, şiədirlər və yəni orada böyüyüblər, yəni xanlıqlardan qalmadılar şeydə. Asimiliyasiya olmuş Azərbaycanlıdır. Yəni özünü bilmir, deyir mən erməni Türkiyə və bizimkilər kimilər çoxdur Ermənistanda. Yəni mənə çox maraqlı gəldi. Azərbaycanda ermənilər var. Yəni biz onlar da Azərbaycan vətəndaşı kimi yaşayırlar, çox gözəl. Yəni bizim tanıdığım olmadı da əslində. Yəni də elə eşitmişəm, görmüşəm, şeydə eşitmişəm. Amma Ermənistanda türk Azərbaycanlı olmağı çox maraqlı gəldi mənə. Belə çox fərqli hadisələrlə qarşılaşıram. Bunu da neçə illik yoldayam. Artıq yəni neçə illərin şoförüyəm, tır şoförüyəm. Birinci dəfədir ki, belə bir hadisə ilə də qarşılaşıram. Təbii ki, ermənilər, Qafqaziyadan gələnlər də çox görürəm, ya başqa millətlərdən də görürəm, görüşürük də. Amma belə yəni Azərbaycanlı erməni ya da ki, nətər deyim, mən də bunu erməni türkü özü demişkən insanın birinci dəfədir qarşılaşıram. Çox maraqlı gəldi, bir də qanım qaynadı. Özümə də gülürəm. Bu nətər olur? Getdik özümüzü deyirəm, ermənilərlə də kontakt elədik də artıq. Yox, amma belə çox belə maraqlı bir hadisədir mənim üçün. Yəni belə müsəlman və kəndləri var imiş, yəni elə eyni məscidləri var imiş Ermənistanda. İndi harasında olduğunu demədi, bilmədim. Məscidləri var imiş, yəni Məhərrəm ayı keçirdilər, yəni çox gözəl mərsiyələr zat deyirlər, erməni dilində. Belə, yəni çox maraqlı. Özü də Azərbaycan dilində danışır, amma bizim ləhcə ilə, o Qərbi Azərbaycanların yeraz ləhcəsinin bir ləhcələri var, o ləhcə ilə qəşəng, Akadoyal, nəysə o ləhcələrlə danışır, belə ləhcə ilə Azərbaycan dilində. Heç şeysiz, yəni bilmərsən ki, bu Ermənistanda böyüyən biridir, yəni atası da, anası da nədir, belə də bu deyir biz. Erməni türküyük, başqa biri ilə evlilikləri də öz aralarında olubmuş. Biz ayrı bir, yəni bir şeydə, yəni erməni türküyük deyir. Neysə. Bu da bir şey olsun. Üçüncü davamı da ki, gələcəkdir. Mən o psixoloji xəstəxanadan nələr görəcəm, yol boyunca nələr olacaqdır, onu da bir də təzdən paylaşacağım. Görək, yolumuz açıq olsun. Çox maraqlı hadisələrlə qarşılaşdım. Bugün ikinci dəfədir, yəni hələ sabah təzə açılır. Çox maraqlı hadisələr başıma gəlir.